Salam dostlar. Bugünkü videoda sizə Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan haqqında danışacağıq. İrəvan əsrlərlə Azərbaycan mədəniyyətinin, memarlığının və şəhər həyatının mərkəzlərindən biri olub. Gəlin birlikdə bu qədim şəhərin tarixini, itirilmiş abidələrini və unudulmuş hekayələrini araşdıraq. Birinci fakt. İrəvanın yaşı min illərlə ölçülür. İrəvan şəhərinin əsası eramızdan əvvəl 8-ci əsrdə Urartu çarı 1-ci Arqişli tərəfindən qoyulub. Lakin bu ərazidə yaşayan yerli tayfalar türk mənşəli idi və bölgə sonrakı əsrlərdə Qafqaz Albaniyası və Azərbaycan xanlıqlarının tərkibində inkişaf edib. 18-ci əsrə qədər burada əhali əsasən Azərbaycanlılardan ibarət idi. İrəvan qalası, məscidləri və karvansaraları şəhərin müsəlman kimliyini açıq şəkildə göstərirdi. İkinci fakt. İrəvan qalası şəhərin qəlbi. İrəvan qalası 1582-ci ildə Osmanlı sərkərdəsi Sərdar Fərhad Paşa tərəfindən inşa edilib. Qala həm hərbi istehkam, həm də inzibati mərkəz olub. Qalanın içində məscidlər, hamamlar, bağlar və saraylar yerləşirdi. Ən məşhur tikili isə Sərdar sarayı idi. Onun güzgülü salonu və billur bəzəkləri Avropalı səyyahları valeh edirdi. Təəssüf ki, 20-ci əsrin əvvəllərində bu abidələrin hamısı dağıdılıb. Üçüncü fakt. Göy məscid. İrəvanda qalan son şahid. İrəvanda bu günə qədər salamat qalan yeganə Azərbaycan İslam memarlığı nümunəsi Göy məsciddir. 18-ci əsrdə İrəvan xan Hüseynəli xan tərəfindən inşa edilib. Bir zamanlar şəhərdə 8-dən çox məscid olsa da, hamısı sonradan dağılıb. Göy məscid isə İranın səfirliyinin təşəbbüsü ilə təmir edildiyi üçün bugün hələ də fəaliyyət göstərir. Onun mavi kaşları və günbəzi İrəvanın itirilmiş keçmişindən qalan yeganə nəfəsdir. Dördüncü fakt. İrəvan xanlığı. Azərbaycanlıların dövlətçiliyi izləri. 1747-ci ildə yaranan İrəvan xanlığı Qarabağ, Gəncə, Naxçıvan kimi digər xanlıqlarla yanaşı Azərbaycanın mühüm siyasi vahidlərindən biri idi. Paytaxtı İrəvan qalasında yerləşən xanlıq Osmanlı və Qacar imperiyası arasında strateji mövqedə idi. Xanlıq 1828-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra bölgənin demoqrafik tərkibi dəyişdirildi. Rus imperiyası bölgəyə kütləvi şəkildə erməniləri köçürərək yerli Azərbaycanlıları tədricən çıxardı. Beşinci fakt. İrəvanda 800-dən çox Azərbaycan abidəsi olub. 19-cu əsrin sonlarında aparılan rəsmi siyahılara görə İrəvan şəhərində 800-dən çox Azərbaycanlıya məxsus memarlıq abidəsi mövcud idi. Bunlara karvansaralar, mədrəsələr, məscidlər, su dəyirmanları, körpülər və hamamlar daxil idi. Məsələn, Hacı Novruzəli hamamı, Qala məscidi, şəhər mədrəsəsi kimi yerlər indi sadəcə arxivlərdə qalan şəkillərdən tanınır. Bu abidələr 1930-cu, 60-cı illərdə tamamilə məhv edilib. Altıncı fakt. Ermənistan adı buraya sonradan gətirilib. Tarixi mənbələrdə bu ərazi uzun müddət İrəvan vilayəti kimi qeyd olunur. Ermənistan adı Rusiya işğalından sonra inzibati şəkildə tərtib edilib. Bu termin sonradan siyasi məqsədlərlə genişləndirildi və tarixi toponimlər Abaran, Vedibasar, Zəngibasar, Göyçə kimi türk adları dəyişdirildi. Yəni, bu torpaqların adları dəyişsə də, yaddaşı hələ də sənədlərdə yaşayır. 7-ci fakt. İrəvandan köçürülən Azərbaycanlılar. 20-ci əsrin ortalarına qədər İrəvan şəhərində və ətraf kəndlərdə yüz minlərlə Azərbaycanlı yaşayırdı. Amma 1948-53-cü illərdə Sovet rəhbərliyinin qərarı ilə 10 minlərlə Azərbaycanlı zorla Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Bu, İrəvanın etnik simasını tamamilə dəyişdi və şəhərin tarixi kimliyi silinməyə başladı. İrəvan bugün başqa bir dövlətin paytaxtıdır, amma onun tarixi ruhu, memarlığı və mədəni izi Azərbaycanındır. Hər daşında, hər küçəsində bir zamanlar Azərbaycanlı ustaların əli, alimlərin izi, şairlərin nəfəsi var. Tarix silinmir, o sadəcə səssiz danışır. Bizim vəzifəmiz isə bu səssizliyi eşitmək və yadda saxlamaqdır. Videonu bəyəndinizsə kanala abunə olun, paylaşın və növbəti videoda Zəngəzurun sirli tarixinə birlikdə baxaq.